insan bir ömür özünü tərbiyə üçün çalışsa, demək olar ki, yaradılışının məqsədinə çatmış olur. Bəyazid Bəstami bir arif idi, uzun illər özünü təmizləməklə məşğul idi, amma nəticə ala bilmirdi. Deyir, bir gün qanı qara vəziyyətdə gedir, görür ki, bir əkinçi yer şumlayır. Bu da neçə ildir öz üzərində çalışır, nəticə əldə eləyə bilmir. Deyir, gedim bu əkinçi ilə biraz söhbət eləyim, qəmim dağılsın bəlkə. Sən demə, bu da hal əhliymiş. Gəlib elə yaxınlaşan kimi ona deyir ki, Bəyazid, nəticə almadığına görə narahat olma, səbr elə. Əgər bu dünya bir ambar kimi olsa, bu dünya bir ambar olsa, buğdayla dolu olsa və bir göyərçin bu dənələri bir-bir götürüb boşaltsa, bu ambar neçə dəfə dolub boşalsa, bu qədər dözməli olarsansa, yenə də döz, nəticə üçün dəyər. Gördüm ki, mənə bunun sözü təsəlli verdi, təsir elədi. İnsanın özü ilə məşğul olmasında insan gərək yorulmasın. O gün oxuyurdum, Seyyid Mehdi Bəhrül Ulum 34 ildən sonra deyir, mən müvəffəq oldum, xəyal qüvvəmi təmizləyə bilim. 34 ildən sonra deyir, namaz qılır, şükür səcdəsi eləyir və deyir ki, çox şükür ki, tez bu nəticəyə çata bildim. 34 il xəyalını batil fikirdən azad eləyib. Molla Hüseynqulu Həmədani deyir, bu işi 24 ilə görüb. Bu böyüklərin yoludur. İnsanın özünü təmizləməsi bir günün içində olmur. Səbr istəyir, hövsələ istəyir və davamlı çalışmaq lazımdır bu məsələdə. Yorulmaq olmaz. Necə eləyək özünü tərbiyə hansı yollarla mümkündür? İnşallah bu cümələrdə bu barədə danışırıq. Bizim hamımızın gözümüz bir şəxsin yolundadır ki, o gəlib dünyada ilahi düzən quracaq. 12-ci imam bizim əqidəmizdə onun zuhuru ən mühüm hadisələrdən biridir və onun gəlişinin məqsədi, o düzəni qurmağının məqsədi budur ki, o düzənin içində insan tərbiyə eləyə bilsin. İnsan tərbiyəsi üçün bu düzəni formalaşdıracaq. Deyirlər, o dövrdə asan olacaq. İnsanların inkişafı, özünü tərbiyə eləməsi. Nə üçün asan olacaq? Onun haqqında da ətraflı danışmaq olar başqa vaxt. 3 yol təqdim edirlər insanın özünü tərbiyəsi üçün. Birinci deyirlər, fikir yoludur, düşüncə yolu. İnsan düşünməlidir, düşüncədən mi başlamalıdır? Bu birinci yoldur, yəni düşüncə vasitəsilə özünü tərbiyə. İkinci yol hissi yoldur, emosional yol. Yəni bir motivasiya olmalıdır, səni nəsə həvəsləndirməlidir özünü tərbiyəyə. Təkcə düşünməklə nəticəyə gəlmək kifayət deyil. İçində gərək bir şövq yaransın. İkinci yol emosiyalarla, hisslərlə bağlıdır. Üçüncü də əməl yoludur. Əməl insanı tərbiyə elətdirir, islah eləyir. Keçən həftə dedik, bəzən biz elmə, təfəkkürə, müqəddimə kimi baxırıq, əməli sonraya saxlayırıq. Amma bizim dinimizin belə bir yolu var, deyir ki, az bildin, başda əmələ, əməl özü düzəldəcək səni. Gözləmə ki, mən hər şeyi başa düşüm sonra. Bir qədər başa düşdün, dərhal başda əməl eləməyə. Əməl vasitəsilə daha yaxşı başa düşəcəksən. Əməli təxirə salma. Rəftarı düzəld. Ramazan ayı gəlir də qarşıdan da, Rəcəb ayının bir neçə günü keçib, sonra Şaban ayıdır, sonra da mübarək Ramazan ayı gəlir. Ramazan ayında Allah bizə mərifət demir, eşq demir, əməl deyir. Deyir ki, oruç tutun. Oruç tutun. Oruc bir əməldir, elə deyil, amma insan ac qaldıqda bir müddət, sonra görürsən ki, hikmət gətirir. Sonra görürsən, eşq gətirir. Deyir, gözləmə hikmət gəlsin əməl elə, eşq gəlsin əməl elə. Bu alınmayacaq. Bir qədər bildin,
Ramazan ayı oruç tut, o oruc az qalmaq özü hikməti gətirəcək, eşqi gətirəcək. Eşq kitablardan əldə olunmur, biliklə gəlmir, əməlli bir prosesdir. Əməl özü düşüncəni dəyişir. Keçən dəfə dedik, bu barədə ətraflı danışdıq. Bir şeyə inanmaq istəyirsənsə, bir şeyə düz yanaşmaq istəyirsənsə, ona əməl elə, əməl özü düşüncə dəyişəcək. Hansısa bir iş barədə. Yaxşı işə də aiddir, pis işə də. Heyf, mən ayəni qeyd eləmədim. Gələn həftələrdə yadıma düşsə, yazaram o ayəni. Ki, əməl necə insanı küfrə yuvarladır. Küfr nədir? Düşüncədir də, Allahı inkar eləmək. Düşüncədir. İnsan deyir, Quran buyurur ki, pis işlər görür və nəticədə başlayır belə düşünməyə. Hərdən deyir, məncə belədir. Mən belə düşünürəm. Baxırsan, neçə dənə pis iş görüb, pis iş gəlib onda bir fikir yaradıb. Fikir təkcə beynin məhsulu deyil, fikir əməlin məhsuludur. Fikri əməl formalaşdırır. Əməl səni bu cür və ya başqa cür düşünməyə istiqamətləndirir. Yaxşı əməl eləyərsən, yaxşı düşünəcəksən, düz düşünəcəksən. Əməl birbaşa düşüncəyə təsir göstərir. Ona görə deyir ki, əmələ çox önəm verin. Əməl önəmlidir. Həmişə bu mövzu müzakirə olunur. Əvvəl təlim, sonra təmizlənmə, əvvəl təmizlənmə, sonra təlim. Hey, bu mübahisələr gedir. Adamın daxili səfalı olmalıdır, yoxsa düşüncəsi. Düşünməkdən başlamalıyıq. Biri deyir, düşünməkdən başlayanda düşünə bilmir. Eşidir, qəbul eləmir. Gərək içi təmiz olsun. Bu için təmiz olması üçün nə etmək lazımdır? Hey, bu bəhslər gedir alimlər arasında. Ki, biz əvvəl gərək kitabxanaya aparaq adamlar, yoxsa İmam Hüseyin məclisinə məsələn. Hansını aparaq? Geçsin bir müddət kitabxanada qalsın, yoxsa geçsin İmam məclisində təmizlənsin. Hansı daha önəmlidir? Hansından başlayaq? Bu bəhslər başlayır. Bu mübahisə getdiyi vaxtda Allah paralel bir yol təqdim edir bizə. Deyirsiniz, dava eləməyinizdə olun, görün mən nə deyirəm. Siz hələ mübahisə eləyin, təlim əvvəldir, təzkiyə əvvəldir. Mən bu yandan sizə bir istiqamət verim. Sən bu bəhsi aparanda Allah buradan əmr edir ki, oruç tut. Ged oruç tut. Ramazan ayı gəlib. Görsən ki, bu oruç tutan hamını qabaqladı. Nə təklif edirsən bizə? Demək istəyirsən ki, biz bilmədən kör-körana gedək oruç tutaq? Yox, az bildin. Tam orucun hikmətini başa düşmürsən, deyir, mən hələ hazır deyiləm. 40 yaşında, 50 yaş, hazır olmur heç vaxt. Deyir ki, bir qədər hazırlığın var, ged ibadət elə, ged əmələ başla, oruç tut, görəcəksən ki, halında düzəlib, düşüncəndə elm almağa da hazırsan. Elm də sənə müsbət təsir göstərir. Əməl elə paralel olaraq düşün. Əməl elə paralel olaraq öyrən. Demək ki, mən əvvəl öyrənib, tam bunu biləcəm, sonra əməl edəcəm. Tam mən orucun hikmətini bilməliyəm. Oruc tut ki, hikmətini biləsən. Oruc özü sənə hikmətini anlatsın, başa salsın. Gənclərə mən xitab edirəm, gənclər ən mümbit şəraitdir. Mən keçən dəfələrdə demişəm ki, cavandır, qoy cavanlıq eləsin. Cavanlıq bilirsiniz nədir? Cavanlıq yəni özünü tərbiyə. Cavanlıq budur. Cavanlıq eləmək istəyirsə bir adam bu meydana girsin. Cavanlıq eləməyin yeri buradır. Yoxsa cavanlıq eləsin, əldən düşəndən sonra gələr də ibadətə hələ tələsmə. O gələndə alınmaz sonra. İnşallah onda da alınlar. Mən heç kəsi namid eləmək istəmirəm. Amma cavanın meydanıdır bu. Özünü tərbiyə meydanı. Gənclər üçün ən yaxşı şəraitdir. 40-50 nəfər gənc yetişsə Azərbaycan cəmiyyətində, 40-50 nəfər. Mən inandırım sizi bir xalqı islah eləyər, bir milləti. Bir milləti islah eləyər. Mən sizə bir söz deyim, bu qaydanı yadda saxlayın. Yaşlı nəsil cəmiyyəti düzəldə bilməz. Yaşlı nəsil cavanları tərbiyə eləyə bilər. Gənclər cəmiyyəti düzəldə bilər. Yaşlı nəsil cavanları tərbiyə eləyə bilər. Cavanlar isə bütün cəmiyyəti. Qoca insan, yaşlı insan bütün cəmiyyətin tərbiyəçisi ola bilmir. Gəncləri tərbiyə eləyə bilir, eləyə bilsə. Bunu yadda saxlayın ki, cəmiyyətin tərbiyəsi
Hər birimizin işidir. Hər birimizin. Deməyin, bu ruhanilərin vəzifəsidir. Qətiyyən. Kim bunu deyirsə, azğınlıqdadır, yanlışlıqdadır. Hər birimizin vəzifəsidir. Heç olmasa, dinin yolunda mane olmayaq, maniyəyə çevrilməyək. Həmişə mən demişəm, inanın ki, cəmaatın dinə gəlməsinin qabağını alanların bir qismi də dindarlardır. Bütün dindarlar yox, bəzi dindarlar. Nə qədər adamın yolunu biz bağlayırıq. Mən hələ özünü tərbiyədən danışıram, cəmiyyəti tərbiyədən danışıram. Biri deyə bilər ki, siz sanalla mane olmayın, tərbiyəviz hələ qalsın. Cəmaatı tərbiyə eləməyiniz. Siz hələ insanlara maneə yaratmayın. İnsanlar bir-birindən təsirlənir, bunu yadda saxlayın. Bir adam özü ilə məşğuldursa, başqalarına təsir göstərir. Mütləq mənada təsir göstərir. Ona görə görürsən ki, bəzi övliyalar adamların bir qismindən qaçır. Görür ki, ondan pis təsir alır. Ruhlar bir-birindən təsirlənir. Görürsən, qaçır da görür, tanıyır, deyib, bu ilə ünsiyə. Adam var, salam versin, mikrop kimi səni yoluxdurur. Necə ki, biz indi pandemiya dövründə qorunuruq, məsafə saxlayırıq, mənəvi viruslar da var. Məyusluq virusu var. Deyir, ondan məsafə saxla. Yaxına gəldin, yoluxduracaq səni. Səndən asıl deyil. Adam var, gəlir, ondan məsafə saxlayasan. Görürsən ki, adam var, 5 dəqiqə otur, danış, qəlbin qapqara qaralır, hiss edirsən. İnsanlar bir-birinə təsir edir, təsirlənirlər bir-birindən. Özünü tərbiyə, cəmiyyəti tərbiyə bir ixtisas deyil. Ayıraq ki, 5-10 nəfər arif, övliyalar bu işlə məşğul olmalıdır. Biz də gedək, qulaq asaq özümüz üçün. Yox, hər bir insan özünü və cəmiyyəti tərbiyə eləmək ümdə əsas vəzifə bilməlidir özünə. Bunlar hamısı aydındır. Sualım budur bugün. Niyə özünü tərbiyə eləməlidir insan? Niyə? Niyəsi mühümdür? Motivasiya nədir? Müasir elmlər də bunu deyir ki, motivasiya nədən ibarətdir? Nə üçün, nə səbəbə? Bu çox önəmlidir. Səbəb çox təsir edir nəticəyə. Səbəbin təsiri çoxdur. Mən uzun-uzadı müqəddimə eləmədən deyirəm ki, adamın özünü təmizləməsi üçün, özünü tərbiyəsi üçün ən yaxşı motivasiya, ən yaxşı həvəsləndirici amil nədir? Sevgidir. Danılmazdır bu. Sevgi. Sevgi bir tərbiyə yoludur və yeganə effektiv yoldur. Yeganə. Mən istəyirəm ki, sevilim, sevim, sevgim artsın deyə özümü düzəldirəm, özümü tərbiyə edirəm. Allah tərbiyə üçün bu yolu qoyub. Allah əslində istəyirdi insanlar sevgi ilə düzəlsinlər. Allah istəyirdi biz bilirsiniz necə olaq. Bir dənə ayə oxuyaq Quranda. İnnəllaha yuhibbul muhsinin. Allah yaxşı iş görənləri sevir. Bu bizə bəs eləsin. Bəs eləmədi bizə. Bəs eləmədi, cəhənnəmdən başladı danışmağa. Lazım deyildi cəhənnəmdən danışmaq. Normal cəmiyyət üçün, normal insanlar üçün. Bir yerdə ki, açırsan, deyir, mən yaxşı iş görənləri sevirəm, kifayətdir. Gedim yaxşı iş görüm də. Bundan artıq nə desinlər mənə? Mənə Allah sevəcək bu işi görsəm. Biz bu dili başa düşmədik deyə Allah cəhənnəmdən danışır, əzabdan danışır ki, bir tər bizi xoda salsın. Bir tər bizi hərəkətə gətirsin. Cəhənnəm haqdır ya, cəhənnəmi danmaq olmaz. Cəhənnəm var ya, amma söz gəlib ora çıxmazdı. Bilirsiniz, söz gəlib ora çıxmazdı. Adamlar sevgi ilə düzəlsəydi, Allah da istəyir belə olsun. Allah istəyir bəndəsi ilə belə danışsın ki, mənim bəndəm, bilirsən, mənim xoşum gəlir filan işdən. Başa düşdüm nə demək istəyirsən. Bir işdən ki, sənin xoşun gəlir, baş üstə yox, başım üstə oradan da gedirəm. Ayağım yox, başım üstə gedirəm. Tək ki, sənin xoşun gəlsin. Bilirsən, nə deməkdir? Allah sevir məni bu işi görsəm. Onun şövqü bir üstədir. Ən gözəl motivasiya budur. Adamı yaxşı işə həvəsləndirmək üçün bundan başqa çarə yoxdur. Cəhənnəm haqda danışmaq var, o adamı qığılcım yaradar, amma tam islahı mümkün deyil insan bunu başa düşməsə. Bunu başa düşməsə alınmaz. Allah məndən razı olsun.
İmam Hüseyin məni çox sevsin, Peyğəmbər məni sevsin. Mən görmüşəm, bir dənə rolik düzəldiblər, mənim söhbətlərimdən gülüş işarələri qoyurlar. Bəlli o cəryanlar. Məsələn, deyirsən ki, adam namazı vaxtında qılsın ki, Peyğəmbərin adamdan xoşu gəlsin, deyir, bu şirkdir. Allah ancaq. Bəzi avam adamlar da tora düşür, deyir, düz deyir də Allah ancaq Allah. Amma Allah Quranda deyir ki, Vallahu və Rəsuluhu əhaqqı ən yurzuh. Deyir, Allahla Peyğəmbərinin razı olmağı daha layiqlidir. Niyə deyir Peyğəmbərini şirk eləyir Allah? Allaha da deyərlər, bunların əlacı olsa ki, Allah da şirk eləyir. Əstəğfurullah, öz-özünə şərik qoşur. Allah deyir ki, Allah və Peyğəmbər adamlar, niyə deyir Peyğəmbəri? Deyir, Allah razı olsun. Nə üçün deyir? Burada nə hikmət var ki, Allah və Peyğəmbəri, Allah və imam, nə üçün? Çünki biz özümüz kimi bir varlığı daha tez hiss edirik. Peyğəmbər bizim kimi daha insandır. Onun razılığını daha tez hiss edirik. Allah yolu asanlaşdırmaq üçün dostlarını da göndərib ki, bunlar meyardır mənim razılığım üçün. Bu səndən razıdırsa, mən də razıyam. Burada şirk var. Bu tohidin özüdür, tohidin həqiqətidir. Tohid budur. Quranda da deyir ki, Allah və Peyğəmbərini razı sal. Bu tohidin özüdür, həqiqətidir. Özümü tərbiyə eləyim, niyə? Cəmaat desin, bəh-bəh, buna yaxşı oğlandı. Biz belə tərbiyə edirik uşaqlarımızı. Uşaqlarımız gözünü açandan deyir ki, nə deyərlər? Bədbəxt edirik uşaqlarımızı bu sözlə. Heç vaxt uşağa demiyor, nə deyərlər? Ayıbdır. Həya hissi yaxşıdır, ayıb hissi yaxşıdır. Amma onu insanları məqsədə çevirməyin uşaq üçün. Deməyin ki, nə deyərlər, sən yaxşı bax, görsən, desinlər ki, bu belə yaxşı oğlandır, desinlər, bu yaxşı qızdır. Bu pis motivasiyadır. Uşaqlıqdan biz onu bədbəxt edirik. Cılız hədəfdir bu. Sonra yaxşı olur, cəmaat demir, yaxşısan, ruhdan düşür, depressiya düşür. Demədilər, mən heç qiymətləndirmədilər. Sən xarab eləmişsən uşaqlıqdan. Sən niyə buna deyirdin ki, sənə belə desinlər, şimdi deməyəndə ruhdan düşür. Niyə narahat olur bu? Çünki sən eləmişsən bunu. O mayasını xarab eləmək budur uşağın uşaqlıqdan. Gör, nə deyərlər, elə hamımızın da tərbiyə metodlarımızda bu var. O deyərlər belədir, deyərlər pis uşaqdır. Bunu sözləri deməyin, uşaqlıqdan onun beyninə həkk olunur o. Nə deyək, məsələn, özümüzə nə deyək? Mən niyə yaxşı adam olmalıyam? Uşağa nə dediysə, İmam Zaman yaxşı adam axtarır. İmam Zaman kimdir? Səni sevən adam, səni sevdiyin adam. Sevgini gətir meydana. Sevgini gətir ki, bu alovlansın. Bunun canına od düşsün, həvəslənsin, özünü tərbiyə etsin. Tövbə eləyək, niyə görə? Çünki günahkarlar imamın dərdinə dəyməyəcək. Tövbə eləyək. Tövbənin səbəbi budur. Yoxsa övladı ədəbləndirdinən ki, ədəbli ol ki, uşağım ədəbli olsun ki, bəyənsinlər, bunu evləndirə bilim. Bu qızı ərə verə bilim. Ailə qura bilsin. Bu bilirsiniz, bu motivasiyalar belədir ki, 5 gün, 3 gün həvəsləndirir, sonra sönür, ruhdan düşür. Davamını gedə bilmir. Dayanır, yarı yolla dayanır. Elə bir motivasiya verir ki, heç vaxt sönməsin, həvəsi artdıqca artsın. Bundan başqa çarə yoxdur. Bundan başlamaq lazımdır. Biz bunu necə vadar eləyək özünü tərbiyəyə ki, həvəsi sönməsin. Cılız məqsəd qoyuruq, həvəslənir, birazdan sonra sönür. Hə, yaxşı, dedilər, yaxşı oğlandı bu. Sonra düşür həvəsdən. Da yolun davamını gedə bilmir. Sevgi kimi adamı hərəkətə gətirən, düzəldən ikinci şey yoxdur, axtarmayın. Mənə inanmırsınız, gedin inandığınız adamlardan soruşun, kitablarına baxın. Bir ömür mənim yaşım 48-ə gedir, zarafat deyil. 48-ə gedir, özümü da qocaların cərgəsinə yavaş-yavaş gərək aparım. Hələ də elə bilirəm, kimi görürəm, deyirəm, elə mən bundan balaca olaram. Elə başa, özüm barışmaq istəmirəm bundan. Yəqin hamısıdır, Hacı İlkin də başını yeləyir. Bizim yaşıtların elə xüsusiyyətidir yəqin ki bu. Adam elə doğrudan da elə bilir ki, cavandır. Sən deməli, yaşlılar həmişə belə, biz deyirdik, 70 yaşda kişi. O da elə bilir ki, elə ham ondan böyüdür.
Bu ömrün Allah şahiddir ki təcrübəsini ürək yanğısı ilə sizlə bölüşürəm. Mənim nəyim də olmasa, bax bu danışdığım sözlərdə sadiqəm. Buna inanın. Əməllərimdə yox. Çalışıram onda, amma indi mən cəhənnəmə gedəcəmsə, siz mənə baxıb cəhənnəmə getməyin. Sözümə baxın və çalışıram da dediyim əməl edeyim ki, o söz deyilə ki, mənim əməlimə baxma, sözümə bax. Adamlar deyir ki, yox, zəhmət çək əməlini düzəlt ki, mən sənin əməlimə baxım. İndi biz də çalışırıq, amma bu mənim mütaliədən gəldiyim nəticələrdir. Sevgidən iti yol, sevgidən sürətli bir yol yoxdur. Tapıla bilməz, mümkün deyil. Mümkün deyil. Bunu mən Məhərrəm aylarında sizə çox danışmışam. Bəzi sözlər var ki, məşhurdur, çox danışılıb. Amma mövzu gələndə adam hazırlaşanda deyəsən, bunu deyim təkrardır. Amma deyəsən, necə deməyim ki, birbaşa yerinə gəlir düşür. Xeyifdir bunu deməmək təzdən. Heç vaxt Allah Quranda nə üçün təkrar eləyir? Nə qədər təkrar eləyir ki, hər dəfəsində bir təsir olsun insana. Götürdüm, getdim alimin yanına, dedim ki, bəs mənim qardaşım filan kəsdir, məşhur, quldurdu da, məsələn, şəhərdə kimdən xoş gəlmədi, bıçağı çıxardıb, vurub, öldürən adamlardan biridir. Onun qardaşıyam mən filan kəsin. Gətirim onu moizə edirdim, mən elə adama nə moizə eləyim, nə danışım onu. Əsəbləşər mənə də. İndi o demədi, bunu mən əlavə elədim. Mən ona söz təsir eləməz dedi ona. Onun sözlə düzələn məsələ deyil. Deyir, çox israr elədim ki, yazıldı filan. Dedi ki, belədirsə ya bir şey eləyək, yoxlayaq. Götür onu apar Kərbəlaya görək nə olur. Ged apar, gör bir şey dəyişsə, onu bir halı dəyişsə, halı. Bir balaca kövrələ bilsə, gətir sonra. Şimdi onda nəsə var hələ, ölməyib insanlıq. Deyim, mən də buna dedim ki, gedək Kərbəla. Dedi, nə Kərbəla, mənim Kərbəlada nə işim? Dedim ki, gəl gedək, mən tək getməyim. Bir yola gətirdim ki, yolda mənim yanımda ol, birdən başıma bir iş gələr, bu ilə həvəsləndirdim. Öz dilini tapdım da onun. Getdik, çatdıq. Deyir, öz işindədir, mahnıya qulaq asır, nəmlir yolda gedir, öz üçün öz aləmindədir. Heç bilmir, hara gedir. Gəldi, yerləşdi, getdi hərəmə, dedim ki, gedək də buracan gəlmişsən, gedək ağanı ziyarət eləyək, dedi, gedək, gəldi. Görürəm elə heç belə öz fikrisindədir, gözüm bundadır, görüm nə edir, oxuyur öz üçün, zümzüm eləyir, nəsə gedirik. Çatdıq deyir, qapısına İzni Duxul oxumağa başladım mən. İzni Duxul var. Ziyarətlərə gedəndə nəyə də oxumasınız, İzni Duxulu oxuyun. Hətta alimlər deyir ki, o icazədir, daxil olma icazəsidir. Deyirlər, o İzni Duxulda halın dəyişsə yaxşıdır ki, icazə verdilər. Qapıdan girəsən. Deyir, gəldim, dayandım, İmam Hüseynin hərəminin qapısındayam hələ. Dedim, ədxulu ya Mevlay, onlar daxil olun, icazə istədim. Ədxulu ya Mevlay, onlar daxil olun, deyim, mən biraz ürəyim sındı. Baxdım buna, gördüm ki, bu da kövrəldi. Gördüm, kövrəldi. Ədxulu ya Mevlay, kövrəldi. Gördüm, yavaş-yavaş gözündən yaş axır. Yanımdan gedir. Deyir, gəlib İmam Hüseynin zərihinə çatanda, məzarına çatanda gördüm, bu diz üstə düşdü da, diyana bilmədi. Diz üstə düşdü, deyir, yapışdı zərihdən, bunun fəryadı ucaldı. Deyir, mən də məqamdan istifadə elədim. Dedim, ağaya söz ver ki, bıçağı əl atmayacaqsın. Deyir, elə bu məqamda bunu da söz verdi. Ondan sonra gəldi də alim yanına getməyə ehtiyac olmadı heç. İmam Hüseyin sevgi öz işini gördü. Sevgi bunu dəyişdi. Da heç moizəyə ehtiyac olmadı. Dəyişdi də bilirsiniz, sonralar hansı məqamlara getdi. Bir söz deyirdi ona, heç kəsdən söz götürməyən adam, deyirdi, neynim ki, ağama söz vermişəm. Heç nə, əlimdə, heç nə də eləmərəm mən. Elə, sevginin gücündən danışıram. Adamı düzəltmək üçün, özünü tərbiyə üçün sevgi qədər təsirli vasitə axtarmayın, tapa bilməyəcəksiniz. Sevgi çox mühüm məsələdir. Bu metoddur, bu tərbiyə metodudur. Mən özümdən bunu danışmıram ki, bu tərbiyə metodudur. Qabaqlar belə bir adət var idi. Cəmaat uşaqların əlindən tutub aparardı imamların yanına ki, indidən sevgisi ürəklərinə düşsün. Bir nəfər gəldi, dedi, Həzrət Əli Əleyhisselama dedi ki, ya Əmir Əl-Möminin, bilirsiniz ki, mən sizi sevənlərdənəm, sizin aşiqlərinіздənəm, uşağımdan nigaranam, övladımdan.
Biraz elə bil ki, o eşki görmürəm övladında. Sizə qarşı, əhl-i beytə qarşı, sənə qarşı. Əleyhisselam deyir ki, götür gəl yanıma. Deyir, götürdü, gəldim, apardım. Deyir, daxil oldu otağa, cavan yeni yetmə uşaqdır. Həzrət Əleyhisselam baxdı ona, salam verdi. Bir-iki kəlmə, az. Bir-iki kəlmə, bir-iki sual verdi, danışdı və salam. Dedi ki, nigaran olma. Deyir, götürdüm uşağı, gəldim evə. Gəldim evə indi oturmuşuq, deyir, süfrə salıram, görürəm dizin quzaqlayıb, ağlayır uşaq. Göz yaşı dökür. Deyirəm, gəl çörək ye, gəl yemək ye. Deyir ki, ağam üçün darıxmışam. O adam ki, onun yanına aparmışdın. O nə mehriban idi o. Gördüm ki, vəssalam, od ürəyinə düşüb. Eşq ürəyinə düşüb. Gördüm ki, elə hey, bu ağlamaq qara günlərin ağlaması deyil. Bu, insanın inkişafının başlanğıcıdır. Bu ağlamaq özü bir sevinclə qarışıq gözyaşıdır. Şövq gözyaşıdır. Sevgi olan şeydə acılıq, bədbəxtlik yoxdur. O adamların həyatı keyfiyyətlidir. Bu eşqlə yaşayanların. Yoxsa qazan, ye, iç, orada işlə, burada işlə. Bundan valla heç bir şövq həyata gəlməyəcək, axtarmayın, keyfiyyət gəlməyəcək. Bunlar lazımdır, həyatda işləməsən heç ibadətin qəbul deyil. Amma bunlar heç vaxt hədəf ola bilməz insan üçün. Bizim missiyamız bilirsiniz nədir? Cəmaatı, bəşəriyyəti bu qapı ilə tanış eləyək. İnsanları gətirək bu qapıya. Bu qapıya gətirək, onlar öz işini görəcəklər. Heç olmasa mane olmayaq insanlara. Elm lazımdır, bəli lazımdır. Bu yolda elm mütləq lazımdır. Amma elmin işi bir üstünədir, elm gəlir, əlindən tutur, verir sevginin əlinə, əli aparır, sevgi aparır səni. Sevgi səni aparır, eşq aparır. İçində olan bu mən hissini, bu egonu, bu təkəbbürü ki, insanın içində hər gün düzərməkdədir, onu məhv eləyəcək yeganə şey sevgidir. Kitab öhdəsindən gəlmir. Kitab, elm öhdəsindən gəlmir. Kitab oxuyan adam kimi sizə deyirəm. Ömrümü bu yolda oxumaqda sərf eləmişəm. Demirəm, amma mən həmişə deyirəm, elm çox-çox önəmlidir. Elmsiz yol heç nə hədəfə çatdırmaz adamı. Elmin əhəmiyyətini azaltmıram, amma elm tək başına bu işin öhdəsindən gəlmir. Elm səni gətirir, sevgiyə tapşıra bilir. Bəli, elm ona görə önəmlidir. Elm sevgiyə tapşırır səni. Qalan işi sevgi görür. Sevgi qədər insanı təmizləyən, özünü tərbiyəyə vadar edən, heç nə axtarmayın, tapa bilməzsiniz, mümkün deyil. Mən hissini, içində olan o mən hissini bu əzir. Əməli, həvəslə görmək üçün kiminsə eşqi ilə onu gör. Filan kəsin eşqi ilə, Allahın eşqi ilə, Allah dostlarının eşqi ilə, Əli məni sevsin, İmam Hüseyin məni sevsin, Peyğəmbər məni sevsin. Bu çox gözəl bir şeydir. Bir alimdən mən bunu eşitmişəm. Deyim, mən qəzaya düşmüşdüm, müalicə olunurdum. Getdim, bir həkim məni müalicə edirdi. Diqqətimi çəkən bu oldu ki, gördüm, həkim Quran oxuyur boş vaxtlarında. Mənim diqqətimi çəkdi, görüm, tərcümə ilə Qurana baxır filan. Üzündən, zahirindən elə bir dindar qiyafəsi də yoxdur, amma gördüm ki, Quran oxuyur, deyim, mən də gəldim, diqqətimi çəkdi, oturdum, bu ilə söhbət elədim, dedim, necəsiz filan, dedim, mən Quran oxuyuram, Allahın kitabı da öyrənirəm, ondan sonra deyir, başladı yaxşı işlərindən danışmağa, dedim, mən məsələn, həftənin bir gününü pulsuz insanları qəbul edirəm, filan, bunların hamısını nə üçün edirəm? Vicdanım üçün, özüm üçün, xoş hisslər keçirdirəm, ləzzət eləyir mən üçün, insanlara xidmət eləmək filan. Deyir, bu danışa, bu da ruhanidə adam sərrafıdır, adam, insan mütəxəssisidir. Deyir, gördüm, bunda biraz özündən razılıq var. Yəni, yaxşı işlər ki, görür, öz yaxşı işlərindən razılıq var. Mən də baxdım buna ki, bu ki, doğrudan da yaxşı adamdır. Pis adam deyil, yaxşı işlər görür, yaxşı adamdır. Amma gördüm ki, bunda biraz özündən razılıq ki var. Deyir, görüm, neyniyim? Dedim ki, hə, bunlar, sən indi olmuşsan adi, normal adam. Bu ki, çox belə danışırdı. Mən dedim, biraz qazından alım bunu. Sən indi olmuşsan, sən indi demək olar ki, bu normal adamdır. Bu adam, yol bundan sonra dedim, başlayır. Dedi, bəs nə başlayır? Mən elə bilirəm ki, mən məqsədə çatmışam.
Dedim, yox, sən nə üçün iş görürsən? Dedi ki, vicdanımı razı salmaq üçün. Dedim, yox, sən bilsən neyinə? Sən bir məşuq tap, aşiq olana, onun eşqi üçün bu işləri gör. Başqası üçün gör. Mənim vicdanımda yenə mən var. Yenə məni qatmısan bu işə. Mən qatıldısa, yolu tam gedənməyəcəksən. Yarıda dayanacaqsan. Sən gətir bunu bir məşuq tap, onun sevgisi üçün elə. Görəcəksən, onda ləzzətli olur. Ləzzətli olur və nə qədər də eləyirsən, görəcəksən, az eləmirsən. Bax, əsas məsələ budur. Eşqi gəldi ortaya, da demirsən, mən filan şey. Deyirsən ki, mən neynədim ki? Bu mən neynədim kinin xeyri nədir? Dayanmırsan da deməli. İstəyirsən daha artıq eləyəsən. Onda daha çox inkişaf eləyirsən. Bildin? Bir vaxt deyirsən, mən daha eləyirəm da. Ona dayandın sən artıq. Sən ki, razı olmursan, elədikcə daha da xəcalətli olursan, bu neynir? Bu sənə motivasiya yaradır, daha çox eləyəsən və sən inkişaf eləyirsən. Sən inkişafın yolu budur ki, kiminsə eşqinə əməl elə. Deyirəm, sən mənə ayıltdın, mən elə bilirdim, adamam. Sən demək ki, mən hələ adam ola bilərəmmiş bundan başlayır ki, bu işləri gör ki, bilinsin ki, səndən adam çıxar. Sən hələ yolun heç başlanğıcına gəlməmsən, sən hələ özün üçün nəsə eləyirsən. Yaxşı işi də özün üçün eləyəndə, bu öz bir gün sönür, həvəsin olmur davamını getməyə. Yaxud da bir daha deyirəm, 5 dənə iş görürsən, 5 dənə iş görürsən, özündən razı olursan. Amma başqasının sevgisi gələndə, eşq səni vadar eləndə, görürsən, eləyirsən, dəridən, qabıqdan çıxırsan, görürsən, ay Allah, az elədim. Az elədim və ləzzət gəlir sənə, məşğu və xidmət. Sevdiyi və xidmət üçün yaxşı iş görürsən və sonra da deyirsən ki, onun mənə sevgisinin qabağında mən neynəmişəm? Hey, başlayırsan xəcalətdən əriməyə, əridikcə inkişaf eləyirsən. Çünki istəyirsən daha yaxşı eləyəsən axı, razı deyilsən vəziyyətindən. Razı olmadıqca daha yaxşı eləməyə can atırsan və bu şəkildə də inkişaf eləyirsən. Yoxsa ki, vicdan üçün yaxşı iş görməklə qərbdə də var. Öyle adamlar var. Dində lazım deyil heç ona. Din olmasa da yaxşı adam, normal adam elə öz vicdanı üçün adamlara xeyirxahlıq eləyər. Ondan qərbdə də taparsan, şərqdə də taparsan. Bir gənclərdən biri gəlmişdi, deyir, Avropaya getmişdim. Çox cəmaat mənə yaxşı qarşılayırdı. Bir piyada yol gedirdi. Tanıyırsınız çoxlarınız, özü də cavandır, belə işlərlə məşğuldur, faydalı işlərdir. Deyir, gördüm, elə mənə qarşılayırlar, evində qonaq deyirlər, çox güləriz, çox mehriban. Nə olsun ki, Avropada yaşayır, onun da öz inancı var. Deyir, orada bir kilsə xadimi mənə apardı, xidmət elədi filan. Bunlar hamısı mümkündür, dinsiz də mümkündür. Amma din gəlir, neynir? Hədəfi aparır yuxarı, eşqi salır ürəyivə. O zaman sən orada yaxşı insan sayılan adam dində hələ birinci sinifdədir. Onda sən daha çox inkişaf edirsən, daha çox və şövqlə, ləzzətlə bu işi görməyə başlayırsan. Ləzzətlə, keyflə bu işi görməyə başlayırsan. Hey qabağa gedirsən, ona görə İmam Səccad əleyhissalam Əbu Həmzə Sumali duasını bir gecə oxuyur, nə boyda duadır. İndi bizə mən tövsiyə eləmirəm, sizə bunu oxumağı. Biz siz niyə yorularsınız, yorularıq. Olmaz adam ibadətlə özünü yükləsin. Mən özüm deyirəm hamıya ki, tutumun qədər, nə qədər oxuya bilirsən, oxu tərcüməsinə bax, 5 günü oxuyub, 1 aya oxu, nə qədər oxusan oxu. Amma adamın ürəyində sözü var da, demək, doymur. Eşq o qədərdir ki, doymur. Səhər yenə, obrisi gün yenə inkişaf eləyir. Təkcə dua məsələsində yox, elə gündəlik işlərində də inkişaf eləyir. Bir yaxşı adam tapdın, eşq ver ona. Bir sevilməli adamla tanış elə, gör haralara eşq aparır onu. Elə yer aparır ki, baxırsan, görürsən, getdi, zirvəyə qalxdı. Eşqin belə bir gücü var. Yoxsa ki, yaxşı adam ol, cəmaat sənə pis deməsinlər. Uşağımıza tərbiyə veririk güya biz. Yaxşı adam ol. Qonşular nə deyər? Adama nə deyərlər? Adama nə deyərlərlə uşaq tərbiyə eləmək düzgün iş deyil. Axırda bir sünir, bezirlər ki, nə deyirlər desinlər. Cavan uşaqdır. Deyir, nə deyir desinlər, mənim nəyimə lazımdır, kim mənə nə deyəcək? Mən keyfimdən qalacam ki, kimsə mənə nə deyəcək? Ədəbli olum ki, 5 nəfər mənə nə deyəcək? İndiki zamanda, yox, hər zamanda belə uşaq tərbiyə eləmək olar, belə motivasiya vermək olar ona. O, yoracaq, bezdirəcək onu. Sən deyirən ki, varlıq aləminin bir əziz adam var, o səni sevir, o zamanənin imamıdır. Onun eşqinə dur bu işi gör. Uşaqlıqdan öz dilində başa sal. Öz dilində başa sal. 2 nəfər evləndə bir-bir ədəbli olur. Neçün? O səndən razı olsun, sən ondan. Xanım kişidən, kişi xanımdan.
Nə deyirsən, kişi xanımdan, xanım kişidən razı olmasın? Yox, mən bunu demirəm. İkisini də bir məşuqla tanış elə, ikisi də birini sevsin. Onun eşqinə bir-birinə xidmət eləsin, ölsünlər bir-biri üçün. Nəinki razı olsunlar, canlarını versinlər. İkisini də birləşdirən bir sevgi ver onlara. Onun eşqinə sənə xidmət eləsin, gör necə xidmət eləyir. Sən onun eşqinə, o sevdiyin imamın eşqinə, çünki deyir, onlara xidmət eləyən Allaha yaxınlaşır. Allahın, imamın, Peyğəmbərin bəyəndiyi işi görür. Apar bu şəkildə yuxarı. Belə bir vəziyyət olsa, cəmaat qız verəndə deyər ki, bunlardan, bu əhl-i beyti sevənlərdən olsun ki, bunlar qədrini biləcək bunun. Bunlar dəyər verəcək. Sözüm budur ki, bu sevgini şeirlərdən, qəzəllərdən, moizələrdən gətirək praktiki həyata. Gündəlik həyatımızı eşqlə istiləşdirək, hərarət verək, hərəkətə gələk, eşq gəlsin, həyatımızın hər saniyəsinə sirayət eləsin, həyatımızın keyfiyyətini dəyişsin. İnanın, Həzrət Əli əleyhissalamın eşqi şeirlərdə qalsaydı, heç kəs o ilə düşmənçilik eləməyəcəkdi. Biz niyə düşmənçilik elədilər? Gördülər ki, bunu sevənlər, bəzi adamlar var, insanlığın düşmənidir. Gördülər ki, bu sevgi dəyişir adamları. Dəyişir də sevgi bunları dəyişir və bunlara sərf eləmirdi deyə başladılar Əli ilə düşmənçiliyə. Cəmaatın da çoxu neynədi? Dedilər ki, niyə? Deyən, eşqin dərsdən nə əlaqəsi var? Birbaşa əlaqəsi var. Birbaşa əlaqəsi var. İmam sevən adam, Allahın sevgisini qazanmaq istəyən insan dərsini zəif oxuyanmaz. Çünki bilir ki, imamın istədiyi bunu dərs oxumaqdır. Ona bu eşqi ver, gör necə həvəslə, şövqlə nə nəticələr verir. Çünki imam zamana savadlı adam lazımdır. Allaha savadlı adam lazımdır. Yoxsa diplom al. Diplom al, vəzifədə işlə, pul qazan. Bilirsiniz nə olur? Sonra həvəs düşür, bezir bu, həvəsdən düşür. Həvəs sönür, diplom həvəsi. Və görürsən ki, ya həvəsdən düşür, oxumur, ya da oxuyub nə canavara çevrilir. Bir adama ki, motivasiyası olsun ki, oxu ki, vəzifə nə olsun, pulun olsun. Gör, nə olacaqdır o? Bütün bu boyda insan olaraq enerjisini sərf edir bu cılız bir hədəf üçün. Amma sən eşq üçün ver ona təhsili, qoy eşqlə oxusun, diplom da, vəzifə də, onlar hamısı məsləhətdirsə Allah verəcək, təbii də nəticədə onlar hansısa ruzu da qazanacaq da işi vasitəsilə. Deyirəm, bir qərib adam var, pərdə arxasındadır, onu pərdə arxasından çıxartmaq üçün ki, gəlsin, bütün dünyanı islah eləsin, sənin özü tərbiyə eləməyin lazımdır. Onu qürbətdən sən çıxarda bilərsən. Sevdiyin adam zindanda olsa necə olar, gecələri yatanməzsən. Sən sevdiyin adam sevməm zaman zindandadır da, zindanda, ən ağır zindandadır. Sən necə olarsan ki, əlimdən gələn vasitənin onu zindandan çıxardım. Bir dostumuz, tanışımız zindana düşər, bütün əlaqələrimizi işə salarıq ki, onu oradan çıxardaq da, sevirik yaxı onu, necə dözə bilərik. Bəs sən imamın sevdiyin iddiasındasan ki, onu sevirsən, o qalıb zindanda, sən onun gəlişi üçün bir iş görmürsən. Bundan gözəl nə motivasiya ola bilər? Mən özümü bunun üçün düzəldim ki, mənim özümü düzəltməyimdən asılı onun gəlişi. Onu mən çıxardım pərdə arxasından, gedim zindanının qapısını mən açım. Cavanlara bu motivasiya lazımdır. Hərəsinə öz dilində, bu şəkildə çatdırmaq lazımdır. O da gəlsin, dünyanı islah eləsin. Yoxsa özünü tərbiyə haqqında danışanda hamı əsnəyəcək. Allah göstərməsin bir bəhs danışanda, mən bilirəm də danışdığını görsən bir əsnədirsə və salam. Da heç nə o bəhsi saxla. Özünü tərbiyə hərdən olur moizəni qoyur. Mən görmüşəm, baxıram mən insanların reaksiyası məzun önəmlidir bu baxımdan yox ki, mənə nə qiymət verəcəklər. İstəyirəm, biləm ki, fikirləri nədir. Məsələn, bəzən görsən ki, yazır ki, valla bu bəhslər mənim üçün maraqlı deyil. Əvvəlindən ki, baxır. Mən qınamıram o adamları. Çünki nəsihəti bu şəkildə görüblər. Motivasiya olmayıb, deyir ki, özümüzü tərbiyə elə, ədəbli olaq, cəmiyyət belə desin, filan kəs elə desin, nəticəsi də belə olur. Ona görə əleyhissalam vali təyin eləndə məktub yazırdı ona bu neçə vərəq ki, özü və cəmiyyəti tərbiyə eləmək üçün bunları elə. Bir dəfə bu məktub düşdü Muaviyyənin əlinə, Həzrət Əli çox narahat oldu. Dedi, heyf ki, onun əlinə düşdü. Çünki insanlığın düşməni də islah yolunu biləndə bilir ki, hardan azdırsın. Bildiniz? Ona görə. Bilir ki, hardan azdırsın. Ona görə də bugün insanlıq düşmənləri bizdən yaxşı bilirlər.
bu yolları, təəssüflər olsun. Bizdən yaxşı bilirlər, onda bizim əleyhimizə ondan istifadə edirlər. Sən bilsən, harada insan düzəlir, harada da xarab eləməyin yolunu biləcəksən. Ona görə Həzrət Əli narahat oldu ki, bu heyf düşdü Muaviyyənin əlinə. Çox narahat oldu. İnsan tərbiyə olunmalıdır. Biz özünü tərbiyədən danışırıq bu Rəcəb ayında. Amma niyə? Niyəsi mühümdür. Niyə? Nəyin eşqi ilə? Əsas məsələ budur. Nəyin eşqi ilə? Cibi üçün yaşayan adama özlü tərbiyə yolunu öyrət, yenə deyirəm, bir vəhşiyə çevriləcək. Daha da xarab olacaq. Adam var ki, özünü tərbiyə haqqında danışsan, daha da xarab olur. Bilirsiniz, Peyğəmbərin zamanında bəzi adamlar vardı ki, din sözü eşitdi, daha da vəhşiləşdi. Xarab oldu. Adam var ki, dini eşidir, daha da xarab olur. Peyğəmbərə əmin deyirlər, yuxarı başa keçirdirlər. Elə ki, Peyğəmbər ayələr nazil oldu, həmin adamlar daş atmağa başladılar. Peyğəmbərin onlarla işi yox idi ki. Mənəvi hazırlıq olmayanda elm verməyin faydası olmur. Nəsihətin xeyri olmur. Daha da qıcıqlanır, daha da əsəbləşir. Daha da narahat olur. Qığılcım yarad Allah eşqinə, Peyğəmbərin eşqinə, Əhl-i Beytin eşqinə. Tez gələn adamı biraz məlumatlandırdın, apar bunların qapısına, tez tanış elə bunlarla. Yoxsa təhlükədədir o. Tez apar sevməli olan adamların qapısına. Ziyarətini apar, barələrində danış. Bu motivasiya olacaq. Siz fikir verin, ölümün qorxusunu Allah necə çıxardır? Bax, deyir, adam can verir, mömin adamdır, qorxur. Baxmadan nə qədər mömin olsa da bir yerə gedir də, başqa aləmə. Yaşadığı aləmdən gedir bir başqa aləmə. Deyir, həyəcanlı olur. Narahat olur, qorxur. Allah necə aram eləyir? Deyir ki, ya eyyətuhən nəfsul mutmainnə. Ey aram olmuş ruh. O pişim danışarsan, ey uşaqla, gedək. Yaxşılarla Allah belə danışır. Necə eləyir ki, ölümə razı olsunlar, can verən vaxt. Ki də qorxmasın da, desin təslim. Ya eyyətuhən nəfsul mutmainnə, ey aram olmuş ruh, irciə ilə Rabbik, dön Rəbbivə tərəf, öz Rəbbivə, yəni yad yerə getmirsən. Rəbbik, dön Rəbbivə tərəf, sənin Rəbbivə, yad qapıya getmirsən, öz qapındır bura, sözə bax. İrciə ilə Rabbiki, hansı şəkildə, radiyətən mərziyə, narahat olma. Sən Allahdan razısan, o səndən, sonra nə deyir? Deyir, fədxuli fi ibadi, daxil ol bəndələrimin cərgəsinə. Bunun təfsirində bilsin nə deyirlər? Deyirlər, aç gözü bax, qorxma, aç. Aç gözü gör, kim gəlib, baxır, görür ki, Peyğəmbər başının üstündə. Görür Həzrət Əli başının üstündə, Həzrət Zəhra. Baxır. O adam ki, ona motivasiya vermişdi, bunların eşqi ilə bütün günü yaşayırdı, çalışırdı. İndi son nəfəsində deyəndə ki, onların eşqi ilə ki, dəridən, qabıqdan çıxırdın, qapılarındaydın. İndi onların özünə bax, səni qarşılamağa gəliblər. Onda deyir, rahat olur, deyir ki, tez eləyin canımı alın. Dünyayı deyir, onun heç nə bağlamır. Ay, oğlumun toyu qaldı, qızımın nişanı qaldı, bir şeylə yaddan çıxır. Heç nə yadda qalmır. O mənada yox ki, biganə olur. Yox, bilir ki, onun sahibi var eləcək. Biganə olmur. Onları sevən cəmaata biganə olmur. Əksinə cəmaatı daha çox sevir. Amma düz sevir. Düzgün yanaşır. Çox danışdım. Axırında istəyirəm sözümün əleyhissalam əşəri eləyim. Qarşıda onun mövludu gəlir. Elə mövzumuza da aiddir. Bir neçə kəlmə icazənizlə Həzrət Əlinin adı ilə məclisimiz zinətlənsin və sözümü bitirim, tamamlayım. Ayın səhv eləmirəmsə fevralın 15-i Rəcəb ayının 13-üdür. Səhv eləsəm düzəltsinlər. Fevralın 15-i Rəcəb ayının 13-i Həzrət Əlinin mövlududur və gələn cüməyə qədər olacaq deyə mən indidən ondan bir neçə cümlə ilə bəhsimizə uyğun danışım. Allah dostları içində sevilmək neyməti Peyğəmbərdən sonra ən çox ona verilib. Onun sevgisi möcüzələr yaradıb. Onun sevilmək potensialı çoxdur. Bütün imamlar içində. Ən çox qəlblərə, İmam Hüseyin əleyhissalama qurban olun, onun məqamı öz yerində, məzlumiyyəti, onun... Amma Əlinin deyirlər məhbubiyyəti imamların hamısının içində birincidir. İmamların içində, Peyğəmbərdən sonra. Xüsusi bir yeri var sevgi mövzusunda. Onun sevgisi adamı
çox yerə apara bilər. Yəni, bu bilirsiniz necədir? Bu bir sərmayədir ki, bu sevgi ürəyimizdə var da, şükür Allaha, burada oturanların heç birinə inkar eləyənmərəm ki, yəni olan ürəyində əlinin sevgisi olmasın. Hamımızın ürəyində var. Hətta bəziləri var, mənə dinləyir, namaz da qılmır, amma var, onlarda da xəbərsizdirlər. Onların ürəyində bu sevgi var. Bu sevgi elə bir sərmayədir ki, artıb bir süz hara apara bilər. İnsanı ən nəhayət yerə, bir süz nə bilim, yəni bu sevginin bu qədər potensialı var, gücü var. Qiyamətdə bir süz nə deyəcəklər? Deyəcəklər, bu əlidir, nə bu eşq ürəyində vardı. Bu eşqlə göstərəcəklər, sən hara gedə bilərdin. Bu eşqin aparma gücü nə qədər idi? Onda insan başına döyəcək. Deyəcək ki, bu sevgi mənim ürəyimdə var idi, niyə bura qədər gəldim? Əlinin eşqi ilə adam mənim günümdə olar, adam özünü, mən özümə deyirəm bunu. Bu boyda eşq sərmayəsini Allah mənim qəlbimə verib, bununla belə mən hələ bu vəziyyətdəyəm, bu eşq möcüzə yarada bilər, bu eşq içəridə böyük bir dəyişiklik yarada bilər. Özü buyurur ki, gözəl sözdür, bu Həzrət Əlinin öz sözüdür. Buyurur ki, Ləv əhəbbəni cəbəlun lətəhafət. Deyir, bir dağ məni sevsə parça-parça olar. Nə deməkdir bu? Yəni, dağı əridər mənim eşqim. Yəni, inqilab yaradar içimizdə. İçimizdə onu təkəbbürü parça-parça eləyər. Eşq partlayışı yaradar daxilimizdə. Bu eşq partlayışı bir gözəl sözdür. Bunu mən bir incəsənət adamından eşitmişəm. Heç vaxtda yadımdan çıxmır. Dedi ki, yaradılış eşq partlayışıdır. Allah eşqinin inficar partlayışıdır. İnsanın ürəyinə bu eşq daxil olsa, Əleyhisselam bu ki, partlayış yaradır, müsbət partlayışdır bu. O artıq şeyləri qırır, dağıdır insanın içində. Biz xoşbəxtik ki, çox sevilməli adam özümüzə imam seçmişik. Özümüz seçməmişik, bizə bunu gətirib Allah hidayət edib. Çox sevilməli adam idi o. O elə bir adam idi ki, Peyğəmbər ona aşiq idi, aşiq. Aləm Peyğəmbərə görə yaranıb, hər şey Peyğəmbərə görə yaranıb, bütün varlıq Peyğəmbərə görə xəlq olunub, Peyğəmbərin nuru ilk nurdur da, yer üzündə, varlıq aləmində, yer üzündə yox, varlıq aləmində Allah deyir, ilk Peyğəmbər buyurur ki, ilk olaraq Allah mənim nurumu yarattı, onun nurundan Əlinin nuru qopdu. Fatimənin nuru qopdu, imamların nuru qopdu. O ki, onun nurundan Əleyhisselam ayrılıb, həmin Peyğəmbərin eşqi yönəlib Əliyə. Çünki onlar hələ o aləmdə bir olublar axı, ondan ayrılıb. Peyğəmbər zirvədir, ona çatmaq üçün gərək onun sevdiyini sevəsən ki, gedib Peyğəmbərə çatasan. Ona görə deyir ki, Ənə Mədinətül ilm və Əliyyum babuha. Mən elmin şəhəriyəm, Əli onun qapısıdır. Əlini sev, çünki o Peyğəmbərin sevdiyidir. Yavaş-yavaş görürsən Peyğəmbərin eşqi də qəlbi. Çünki Peyğəmbər çox zirvədir, çox ucadır, çox yüksək məqamdadır. Onun qucağında böyüyüb Əleyhisselam. Onun qucağında böyüyüb. Deyir ki, öz əli ilə yemək yedizdirirdi mənə. Yeməyi ağzında həll elirdi Peyğəmbər, ona verirdi. Yəni, atadan da çox. Peyğəmbərin canıdır, Quran deyir. Quranın sözüdür. Əli Peyğəmbərin canıdır. Neçə nəfərə deyib, canım sənə qurban olsun. Bir nəfsi əntə. Bir bilirsiniz də, hamımız bilirsiniz. İmam Hüseyin ağa, Həzrət Əbəlfəz ağaya deyib, canım sənə qurban olsun. Bir də Peyğəmbər salavatullah Əleyhisselama deyib ki, bir nəfsi əntə. Əmin oğlu sənə fədə olsun. Canım sənə fədə olsun. Balaca söz deyil. Peyğəmbər meyraca gedib, deyir ki, Allah apardı mən elə bir yerə ki, nə bir müqərrəb mələk, nə bir Peyğəmbər orada yox idi. Mən idim, Allah idi. Heç kəs qal. Cəbrail dedi ki, ya Rasulallah, mən üzürlü say, mən gedə bilmərəm daha. Heç kəs qalmadı. Deyir, Allah öz əzəmətindən göstərdi mənə. Nə idi bilmirəm. Təzədən endi gəldi dünyaya. İndi enib gəlib dünyaya, o əzəmətdən sonra burada necə qalır adam? Həzrət Musa deyir, Tur dağına gedirdi, biraz Allahla danışırdı, gəlirdi, adamlarla ünsiyyətdən vəhşət yaranırdı. Yəni, darıxırdı da o aləm üçün, sıxılırdı. İndi görün, Peyğəmbər hardan enib gəlib, hardan gəlib? Dünyada yaşamaq məşəqqət idi Peyğəmbər üçün. O aləmin şövqüşü var idi ürəyində. Bu dünya çox dar gəlirdi
Peyğəmbər nə ilə təskinlik tapırdı? Əleyhissalamdan. Oranın ətrini verən bir adam idi. Oranın ətrini verən. O aləmdə ondan bir yerdə olub baxı, ondan qopub baxı. Misal deyim də, məcburuq misal deyək. Vətəndən uzaq düşmüsən, qürbətdə yaşayırsan. Qürbətdə yaşayırsan, darıxırsan. Birdən vətənindən ən əziz adamın gəlirsən yanına. Necə olursan? Yapışırsan onunla. Onun ətrini verir, axı, vətən qoxusu verir. Peyğəmbərin vətəni də Allahdır. Allahdan qopub, İkisi bir yerdə. Peyğəmbər qopub, sonra Əli. O aləmin qoxusu gəlir, darıxır Peyğəmbər. Onun vasitəsilə ürəyi aram olur. Ürəyi rahat olur. Ona görə Rəcəbin 13-cü sevincli günü idi. O dünyaya gəlir, əleyhissalam. Qarşıdan gələn mövlud var. Peyğəmbərin sevindiyi gündür, yaddan çıxartmayın. Rəcəbin 13-cü başlayanda, səhər duranda, deyin ki, bugün Peyğəmbər şad olub. Neçə onu səbirsizliklə gözləyirdi. Peyğəmbər dünyada darıxırdı. O nuru gözləyir ki, o nur vardı mənlə orada. O nur gəlsin, vaxtı çatsın, o tənəzzül eləsin, dünyaya gəlsin. Odur ki, Əli dünyaya gələndə Peyğəmbər biraz rahat nəfəs aldı. Biraz rahat nəfəs aldı. Qucağına aldı, deyir. Qucağına alan kimi uşaq Quran oxudu, əleyhissalam. Neçə yerdə mənim sözümü məsxər ediblər, bir də budur. Deyir, hələ Quran nazil olmayıb, bu deyir ki, o Quran oxudu. Bu adam başa düşmür ki, Quran varlıq aləmi hələ xəlq olmamışdan bunların qəlbinə nazil olmuşdu. Bu elə bilir ki, o bir dənə adamdır, filan kəsin oğludur. Bir dənə Allah dedi ki, Quranı ona göndərim. Bu belə başa düşür Peyğəmbər. Ona görə təəccüblü gəlir ki, hələ Quran nazil olmamış, siz deyirsiniz ki, Əli dünyaya gələndə Quran oxudu. Necə yəni Quran gəlmə? Quran nazil olmaqdan əvvəl dünyaya, Quran bunların qəlbinə varlıq aləmində, hələ bunlar nurlar aləmində olanda nazil olmuşdur. Bunlar canlı Qurandır, danışan Qurandılar. Odur ki, Quranın ayələrini oxudu. Onun ehtiramına Kəbənin divarı yarıldı ki, anası Kəbənin içində onu dünyaya gətirsin. Bu həm ictimai bir məsələdir ki, onun haqlılığının sənədi idi, o cəmiyyət üçün və həmişə üçün. Həm də ki, Allahın ona münasibətinin göstəricisidir. Nə əziz adamdır, görün. Allahın üçün nə qədər əziz adamdır. Və bu bizim imamımızdır. Bizim imamımızdır. Allah bizə onun sevgisini nəsib eləyib. Axırda bunu deyim, bunu keçmişdə də demişəm. Bunu biraz izahla deyim, bitirim, 5 dəqiqəyə bitirim. Vaxt çox aldım bugün. Tam mövluda görə məni bağışlayarsınız, qarşıdan mövludu gəlir. Əleyhissalamın. Allahın yaratdıqları, buna bir dənə diqqət edin, bitirim sözümü. Allahın bütün yaratdıqları Allahın təcəllasıdır. Təcəlla nə deməkdir? Allahın hansısa sifəti yaranmışlarında özünü göstərir, təcəlla eləyir. Yaratdıqları Allahın hərəsi bir sifətinin, bir neçə sifətinin göstəricisidir. Yaranmışlar. Əleyhissalam, Həzrəti Əli adından da bəllidir. Adını da Allah qoyub, Peyğəmbərə öyrədib. Ali uca deməkdir. Deyir, Subhanə Rabbiyəl ə'la və bihamdi. Yaxud deyir ki, Sadaqallahul aliyyül adim. Quranda deyir, Ali Allahın adlarından biridir. Quranda var, Ali, uca. Bunun da adı Əlidir. Və bu, yenə deyirəm, mən qorxudan danışmaq olmaz, şirk deyil, bu. Şirk deyil. Müqayisə aparmırıq, Allahın sifətləri, xüsusiyyətləri yaratdıqlarının özünü göstərir. Bunu demək istəyirik. Allah ucadır, əladır. Allahın uca sifəti, əla sifəti Əlidə təcəssüm olunur. Əli Allahın ucalığının rəmzidir. Allahın ucalığının təcəssümüdür. Allahın ucalığı yaranmışlar içində Əlinin vücudunda təcəssüm olunub. Özü deyir ki, ənə ayətullahul kubra, mən Allahın böyük ayəsiyəm. Ənə ayətullahul uzma, mən Allahın əzəmətli ayəsiyəm, nişanəsiyəm. Bu nədir? Bu xüsusiyyət bir xüsusiyyət nədir? O ucalıqdır Əli. Əli ucalığın təcəssümüdür, Allahın uca sifətinin. Və bizim içimizdə olan təkəbbürü əzir. Bizim içimizdə olan təkəbbürü əzir. Yəni, bir təkəbbürlü adamı ucalıqla qarşılaşdır, onun içində o təkəbbürü əzir. Deyim, mən yəmut yərəni, kim
Bütün insanlar öləndə məni görəcək. Nədir bunun mənası? Niyə görə? Kafir, mömin kim olur olsun. Bütün insanlar öləndə məni görəcək. Nə üçün? Bilirsiniz nə üçün? Ölüm anı necə anda adam aciz olur, elə deyil. Ölüm anında hamı aciz olur, düzdür? Razısınız da bu ilə. Kim olursansa ol, ölüm anında aciz olursan. Ya mən fil məmati qudrətu. Allaha deyir, eyvallah ki, qudrəti ölüm zamanında özünü göstərir. Elə deyil. Adam aciz olanda nə olur? Aciz olanda Allahın ucalığını görməyə başlayırsan. Ona görə deyir ki, Allahın ki ucalığını görmək istəyəndə Allah ucalığının təcəssümü, maddiləşməsi, Allahın ucal adının təcəssümü Həzrət Əli Aleyhisselamda odur ki, ölüm anında onunla insanlar qarşılaşır. Səcdələri gərək artırasan, təkəbbürü sındırasan ki, Əli ilə qarşılaşanda, Əli ucalıqdır da, içində nəsə qaynamasın. İnsanlar iki cür olur. Ucalığı görəndə ya təvazökarlıq eləyir, ya da ki, içində olan təkəbbür qaynayır və başlayır o ucalıqla düşmənçilik eləməyə. İbn Abbas deyir ki, biz adamların mənəviyyatını necə yoxlayırdıq? Biz adamları, hər cür adam var da Peyğəmbər yanında. Biz göz qoyurduq. Əliyə münasibəti necədir? Ondan bilirdik necə adamdır. Allah Əlini Peyğəmbərin yanında buna görə qərar vermiş ki, müayinə eləyirdi insanları. O qədər uca idi ki, adamlarla qarşılaşan kimi içində nə var qaynayıb çıxırdı. Heç nə eləməyib hələ. Heç bir eləməyib. Elə salam verirdin ona, üzünə baxanda yaxşı adamlar tez təvazö hal alırdılar. Xəstə adamlar düşmənçilik eləməyə başlayırdılar. Odur ki, tarixdə heç kəslə onun qədər düşmənçilik eləməyiblər. O elə bir adamdır ki, ona minbərlərdən neçə yüz il olmasa da 100 ilə yaxın lənət oxuyublar. O gün oxuyurdum, o qədər məzlum idi. Məni ad günü gəlir, Mövlud günü də, ad günü biz deyirik də, öz xalq dilində, Mövlud günü. Adam deyə bilmir bu sözləri. Oxudum da oradan da mən çox belə kövrətdi məni bu söz. Deyir, üzünə lənəti oxuyurdular. Başını salırdı aşağı, deyirdi ki, yəqin məni demir, başqa Əlini deyir. Belə deyirdi. Deyirdi, yəqin başqa Əlini nəzərdə tutur. Bu həm onun paklığına bax, həm də məzlumiyyətinə bax. Ki, mümkün deyil, adam mənə niyə lənət oxusun? Belə bir imam bizim imamımızdır və bu bizi çox yerə çatdıra bilər. Hara çatdıra bilər? Deyim, sözümü bitirim. Peyğəmbərin dilindən buyurur Peyğəmbər, mən sizə çatdırıram. Buyurur ki, ya Ali, şi'atukə alə mənabirə min nur, mubiyyəzzətən vücuhuhum, havli fil cənnə. Və hum cirani. Bu çox gözəl hədisdir. Deyir, ey Əli, sənin aşiqlərin, sənin tərəfdarların, səni sevənlər qiyamət günü nurdan olan minbərlərdə olacaqlar, üzləri ağ olacaqlar. Əsas söz nədir? Havli fil cənnə. Cənnətdə mənim yanımda olacaqlar, Peyğəmbər buyurur. Və onlar və hum cirani, onlar mənim qonşularımdır. Görün, sevgi hara aparır. Əlinin sevgisi adamı qiyamətdə Peyğəmbərə qonşu eləyə bilir. O dərəcəyə gedib çatdıra bilir. Və bizim bugünkü məclisimiz çox nurani oldu. Ne üçün? Çünki zikru aliyyin ibadə. Deyir, onun barəsində danışmaq da ibadətdir. Onu xatırlamaq ibadətdir. Çünki onlar Allaha çatdıran nurani vasitələrdir. Əlhəmdülillah ki, bizim imamımızdır. Bütün bəşəriyyətin imamıdır. Bir gün insanlıq onu tanıyanda ağ günə çıxacaq. İnsanlığın ağ günü onun tanınmasına bağlıdır. Allah bizi onu tanıyanlardan qərar versin inşallah.